Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Moskva ilə məsləhətləşmələr aparıldı. Bakıdakı 11 Rusiyalı ilə bağlı yeni xəbər. Paşinyan Zəngəzur dəhlizi barədə, boru kəməri və elektrik xətləri də çəkiləcək. Azərbaycana görə Ermənistan konstitusiyası dəyişdirilir. Naxçıvana yüklər Ermənistan üzərindən daşınacaq. Ermənistan nümayəndə heyəti Bakıya səfər edəcək. Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə 8-10 dekabr tarixlərində Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Galuzin Bakıda Azərbaycan Xarici İşlər Nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan prezidentinin köməkçisi, Azərbaycan Respublikası prezidentinin administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib. Qeyd olunub ki, məsləhətləşmələr zamanı Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında 9 oktyabrda düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Stat. İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə imzalanmış müttəfiq əməkdaşlığı bəyannaməsinin müddəalarına uyğun olaraq bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəliklərini bir daha təsdiqlənib. Rusiya tərəfi iyunun sonu və iyulun əvvəlində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, Azərbaycan-Ermənistan münasibətləri 3+3 formatı və Xəzər beşliyi çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi və sərhədin açılması bugün tamamilə başqa kontekstlərdə edib. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Trip və ya Zəngəzur dəhlizi layihəsi çərçivəsində Ermənistan-Türkiyə sərhədinin açılması, Mərkəzi Asiyadan Avropa İttifaqına dəmir yolu və avtomobil nəqliyyatı əlaqəsinin qurulması, yeni boru kəmərləri və yeni elektrik ötürücü xətlərinin davamı üçün imkan deməkdir, o bildirib. Nikol Paşinyan əlavə edib ki, gələcəkdə Mərkəzi Asiyadan Avropaya yaşıl hidrogen boru kəməri çəkiləcək. Stat. İndi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədin açılması o deməkdir ki, həmin mümkün boru kəməri üçün əlavə bir marşrut yaranacaq ki, bu da həm region ölkələri, həm də Avropa İttifaqı ölkələri üçün sərfəlidir. Ermənistan baş naziri hesab edir ki, indiki dövrdə iqtisadiyyat siyasəti qabaqlayır. Stat. Hiss edirəm ki, iqtisadiyyat siyasəti qabaqlayır. Bu çox yaxşı xəbərdir. Çünki Ermənistan-Azərbaycan münasibətləri və daha geniş kontekstdə formalaşan iqtisadi əlaqələr və iqtisadi maraqlar sabitlik və təhlükəsizliyin ən etibarlı təminatıdır. Regionun biznesləri bir-biri ilə pul qazanmağa və hər biri öz ölkəsinə əlavə gəlir gətirməyə başlayanda heç bir ölkə digərinin və ümumilikdə regionun sabitliyini pozmaqda maraqlı olmayacaq. Əksinə ölkələr və regionun sabitliyinə böyük maraq göstərəcək. Nikol Paşinyan Qarabağ ermənilərindən də danışıb. Stat. Qarabağ ermənilərinə söyləmişəm ki, onların qayıdışı qeyri-realdır. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu separatçı Qarabağ hərəkatını yenidən başlayacağımız anlamına gələcək. Mən artıq bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Bu bitib. Onu dirçəltmək cəhdləri əbəs olacaq. Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bəyan edərsə, bu yeni müharibə demək olacaq. Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, gözlənilməz nəticələrlə yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər mahiyyət etibarilə Ermənistanın yeni müharibəyə başlamalı olduğunu deyirlər. Statın sonu. Baş nazir Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığını qeyd edib. Ermənistan konstitusiya ilə bağlı məsələni həll etməyə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında keçirilən görüşdə Azərbaycanla sülhə əsas maneə olan mövcud konstitusiyaya dəyişiklik edib etməyəcəkləri haqda sualı cavablandırarkən deyib. Erməni baş nazir əvvəlki iddialarını yenidən təkrarlayıb. İsrar edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur. Digər tərəfdən daxili qanunvericilik sülh sazişini poza bilməz.
Stat. Konstitusiyamızda müddəa var ki, beynəlxalq razılaşmalar ana qanundan daha üstündür. Yəni, sülh sazişi imzalandıqdan sonra bu əsas sayılacaq. Əslində bizim atacağımız addım bəllidir. Sülh sazişi imzalandıqdan sonra Konstitusiya Məhkəməsi onun konstitusiyaya uyğun olub olmadığını yoxlamalıdır. Əgər məhkəmə onun konstitusiyaya uyğun olduğunu qərara alarsa, ratifikasiya üçün heç bir maneə olmayacaq. Əgər uyğun olmadığı qərarı verilərsə, o zaman biz konstitusiyanı dəyişdirəcəyik, Paşinyan bildirib. O əlavə edib ki, konstitusiyanın dəyişdirilməsi yaxud yenisinin qəbul edilməsi Ermənistanın daxili işidir. Stat. 2018-ci ildən etibarən bizim yeni konstitusiya qəbul etmək planımız var idi. Bu yaxınlarda partiyamızın qurultay bəyannaməsində qeyd olundu ki, 2026-cı il seçkilərində xalqımızdan yeni mandat aldıqdan sonra Ermənistan üçün tamamilə yeni konstitusiyanın qəbuluna başlanacaq. Bu bizim daxili məsələmizdir. Statın sonu. Ermənistan Azərbaycanla ticari iqtisadi əməkdaşlığa hazırdır. Bu, neft məhsullarının alınmasını da əhatə edə bilər. Bu barədə jurnalistlərə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib. Bundan əvvəl Azərbaycanın Ermənistana neft məhsullarının Gürcüstan üzərindən daşınması ilə bağlı elan edilmişdi. Tbilisi birdəfəlik rüsumsuz tranzit sazişi ilə razılaşıb. Spiker diqqəti yalnız neftə yönəltməkdən uzaqlaşmağa çağırıb. O əmindir ki, alternativ enerji mənbələri nə qədər çox olsa, Ermənistan üçün bir o qədər yaxşıdır. Simonyan qeyd edib ki, İrəvan həm də Bakıya öz mallarını Azərbaycanın əsas hissəsindən Ermənistan vasitəsilə Naxçıvana, eləcə də Türkiyəyə göndərməyə imkan yaradacaq. Stat. Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr davam edir. Statın sonu. Parlamentin sədri yaxın gələcəkdə belə tranzitin mümkünlüyünü istisna etmir. Ermənistan parlamentinin sədri Alen Simonyan Bakıda keçiriləcək 3+3 formatında mümkün görüşdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmir. Spiker, Ermənistan nümayəndə heyətinin Azərbaycanın paytaxtında keçiriləcək istənilən beynəlxalq tədbirdə iştirak edə biləcəyini deyib. Heç bir regional formatdan kənarda qalmağın düzgün məntiq olduğunu düşünmürəm və Bakıda keçirilməsi planlaşdırılan istənilən tədbirdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmirəm. Simonyan bildirib.